Mənim indiyə kimi sizdən bir istəyim, xahişim olmayıb. İstəyirəm ki, bu məsələni siz mənə dəstək olasınız, paylaşasınız. Bu mövzu barədə, yəni demirəm, məsələn, kimsə pis deyəsiz, sadəcə olaraq tam demokratik şəkildə bu mövzuya öz münasibətinizi şərh bölməsində bildirəsiniz, istəsəz paylaşıda bilərsiniz və s. Və mən buradan Masallı rayonunun icra hakimi Araz Əhmədov, biz ondan görüşməmişik, amma mən istəyirəm bir jurnalist kimi ondan görüşəm, onun qəbulunda olam. O da çox, yəni, sosial şəbəkələrdə gördüyümüz qədəri ilə, eşitdiyimiz qədəri ilə çox, belə necə deyim, cəmiyyət içərisində olan bir başçıdır. Əgər biz izləyirsə, mən buradan Masallı rayonunun jurnalisti kimi ona buradan öz salamımı, minnətdarlığımı göndərirəm ki, çox gözəl işlər görür Masallıda, istər şəhid ailələri, qazi ailələri və s. Yəni, çox təqdirə layiqdir. İstəyirəm ki, lazımı orqanlarda bunu görsün ki, pulla, imkanla, kasıb bir ailənin, bax bu körpə balaların, bunlar da indi biz belə bir şey olub da, yəni elə bir vəziyyət olub ki, bizim adam evinə, indi belə köhnə evdir də, adam evinə kimsə dəvət eləməkdə utanıb, həqiqətən bəzən elə bir vəziyyətlər olub ki, mən şəxsən utanmışam. Mən qeyd eləmədim, çox üzürlü sayın, mənim atam rəhmətə gedib, ömrü çatmadı, yəni bu işləri biz böyüyək, bizim bu xoşbəxtçiliyimizi görsün, biz də ona dəstək olaq. 57 yaşında böyrək çatışmazlığından çox uzun mübarizə apardı, rəhmətə getdi. Allah bütün ölənləri rəhmət eləsin, mənim atamda olan içərisində. Mən düşünürəm ki, bu balaca körpələrin gözəl bir gözəl də olmasa bir müəyyən qədər bu evdən heç olmasa yaxşı bir ev olsun da, orada üzrlü sayın, orada böyüsünlər inşallah. Mən dəstək olaram, o evi tikərik.